Salam, hər birinizi xoş gördük. Bugün dim toplusundan belə bir sualın izahına baxacağıq. Sualda bizdən nə istəyir? Deyir ki, fayton dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bizə M verilib, D verilib. Bizdə şərtdən nə istəyir? Birinci if şərtinə baxacaq. İf şərtində deyir ki, M-i, yəni 56-nı 2-yə böldükdə qalığımız 0-a bərabərdirmi? 56-nı 2-yə böldükdə 28 tam düşür və qalığımız 0-a bərabərdir. Yəni bu işarə bizdən qalıq hissəni soruşur. Bu işarə isə bizdən tam hissəni soruşur. Deməli, bu şərtə baxdıq. Növbəti şərtdə nə deyir? Deyir 65-i 5-ə böldükdə tam hissə 11-ə bərabərdirmi? 65-i 5-ə böldükdə tam hissəmiz 13, qalığımız isə 0-dır. Deməli, tam hissəmiz 13-ə bərabərdir. Bu şərt ödənmir. Bu şərt ödənir, amma digəri ödənmir. Biz də baxırıq ki, if şərtində bizdə or əməliyyatı verilib. Or əməliyyatı nədir? Verilmiş şərtlərdən hər hansı biri ödənsə kifayət edir. Bizdə də digəri ödənmədi. M ödəndiyi üçün biz keçirik ifdən sonra gələn print əməliyyatına. Print əməliyyatında nə deyir? Deyir ki, 56-nı 2-yə böl, 56-nı 2-yə böl və aldığın cavabı çap elə. Biz 56-nı 2-yə bölüb tapırıq ki, tam hissəmiz 28-dir. Bu belə. Baxırıq növbətiyə. Növbəti else gəlir. Biz else baxmırıq. Else niyə baxmırıq? Çünki bizdə if ödənib. Əgər ifdə verilmiş M də, D də ödənməsəydi, biz bu zaman elsin bizə təqdim etdiyi print əməliyyatına baxacaqdıq. Amma if ödəndiyi üçün, ifdə şərtlərdən biri ödəndiyi üçün, M ödəndiyi üçün biz elsə baxmırıq. Yəni elsi görmürük artıq burada. Keçirik növbəti elsdən sonra gələn print əməliyyatına. Növbəti print əməliyyatında bizdən nə istəyir? Deyir ki, print M-i 2-yə böl, M-i 2-yə böldük tam hissəmizi istəyir bizdən 28, 2-yə böl, 28-i çapa ver. 65-i 5-ə böl, qalıq hissəmiz burada gördüyünüz kimi 0 idi. Bizdən qalıq hissəni soruşur. Deyir ki, 65-i 5-ə böl və qalıq hissəni çapa ver. Printlər alt-alta olduğuna görə birinci 28-i çapa verəcək, birinci printimizin qiyməti. İkinci isə sonda 28 və qalığı çapa verəcək. Tapdığımız nəticəyə də uyğun B variantıdır.